Dərs prosesimiz indi bildiki 90 dəqiqədir. İstəyirəm bunu bir izləyicilər üçün də, növbət tədrisində bizimlə birgə hazırlaşacaq uşaqlar üçün də bir məlumat olaraq verək. 90 dəqiqəlik bir dərs periodu var. Yəni səncə mənim orada dərs izahım, yəni tam səmimi dərs izahım neçə dəqiqə dərs keçirdim səncə? Yəni dərs keçməyə nə qədər vaxtımız gedirdi? Çox az vaxt. Yəni belə deyim də, müəllimimiz dərsi qısa şəkildə izah eləyirdi, amma elə izah eləyir ki, açığını deyim də, mən məsələn müəllimin dərs izahı olmasa, gedib o qaydanı oxusam, o şəkildə başa düşmərəm. Amma müəllimin təkcə dərs izahı ilə belə qaydanı oxumadan biz testləri rahat şəkildə işləyə bilirdik. Ona görə də müəllimin qısa bir izahı ilə belə bizə hər şey aydın şəkildə. Səncə dəqiqə olaraq bölsək, indi dəqiqə olaraq bölsək. Sıradan adi dərs izahına nə qədər vaxtımız gedirdi səncə günlük? 10-15 dəqiqə. 15 dəqiqə. Dərs desəm 20 dəqiqə. Maksimal, yəni tabiri mürəkkəbçiməsə bir 25 dəqiqə falan ayırarıq da ondan artıq. 25 dəqiqə, amma çox azdır, yəni. Təşəkkür edirəm Acı. Bunlar demək yaxşı oldu. Çünki mən həmişə demişəm ki, yəni düzgün çalışmaq lazımdır. Şərt o deyil, dayanmadan testlər işləyək və bunu həm də elə bizi izləyən digər abituriyentlər üçün də deyirəm. Əgər bir müəllim bir şagirdə düşünürəm ki, 250-300 test verirsə və Dövlət İmtahan Mərkəzindən Azərbaycan dilindən söhbət gedir, başqa vəsaitlər işlənirsə, əslində bu biraz qorxaqlıqdır. Çünki imtahanı götürən qurum Dövlət İmtahan Mərkəzidir və indiyə qədər mənim də yadıma gəlmir ki, o imtahanda DİM-in abituriyent jurnalından kənar nəsə bir şey qəbul imtahanına düşsün ki, bizə də düşmədi. Onsuz da o müəyyən kurs nəşrləri var ki, hansı ki, hamı 10 manat, 15 manata kitab satır. Yəni mən tövsiyə edirəm ki, o kitabları da gedib almasınlar.